Yaxşı. Nərman, gəldik sənin ən sevdiyin yerə. Şirin çay məsələsinə. Bəli, axşam sənə şirin çay içirdəcəm. Allah'ın da yuxum gəlir. Sən kofe eləyin, fərqi yoxdur. Olar. Yox, mən şirin çay içdim, bu şirin çay olsun. Deməli, məhlullar. Məhlul nə deməkdir? Birinci ona başa düşək. Məhlul deyəndə, deməli, götürürsünüz bir stəkan suyu, lor dildə deyəndə sizə. Üzərinə biraz şəkər əlavə eləyin. Olsun məhlul. Gətir üzərinə duz əlavə elə. Olsun məhlul. Üzərinə spirt dök. Olsun məhlul. İçinə yod qat. Olsun məhlul. Suda həll olan maddədirsə, bunlar məhlul adlanacaq. Aydın oldu? Bəli müəllim. Bəli. Yəni, məhlul deyəndə, məsələn, suya X deyirəm, bu maddələrə də Y deyirəm. X-lə Y-in cəminə bərabər. Bu oldu məhlul. Yəni, suyun içinə nə isə qatdınız, oldu məhlul. Bu getdi. Yadda saxlayırsınız ki, əgər nisbət kimi faizlə nisbət soruşursa, məsələn, deyir, məhlulda duzun miqdarı neçə faizdir? Soruşulan surətə yazırsınız. Məhlulu məxrəcə yazırsınız. Məhlul deyəndə, yəni su ilə duzu toplayırsınız, məxrəcə yazırsınız. Duzu da sürətə yazırsınız təkcə. Vurulsun 100%. Bu olacaq məhlulda duzun miqdarı. Məsələn, deyirəm ki, 20 qram duz var əlimdə, ya da belə deyim də, 30 faizli 20 qram duz deyirəm. 30 faizli 20 qram nə deməkdir? 30 vurulsun 20, bu demək. Faiz nədir? Onun içində qram, neçə qram duzlu un tapırsan da, 30 faizi 20 qram deyirsə, 20-ni vuracaqsan 30-a, böləcəksən 100-ə. Tapdığın cavab sənin duzunun miqdarı olacaq. Yəni, neçə qram duz var bunun içində. Məhlulun içindəki duzun miqdarını tapdınız. Bu öz yerində. İndi məhlullarda biz misallardan 3 dənə misal işləyəcəyik əsasən. 3 tip misal işləyəcəyik. Bura yazıram. 3 tip məsələ. Birinci danışacağım mən sizə məhlula su əlavə etmək. Məhlula su əlavə etmək. Məsələn, tutalım ki, Nəriman durdu. Nəriman, bugün səni də şirin çaya boğacam, gözlə. Deməli, Buyurun. Nəriman durdu, özünə bir stəkan çay süzdü. Bu olsun Nərimanın stəkanı. Çayın içərisinə gördü ki, şirin bir şey istəyir. Gətirdi, bir qəşək-qəşək xeyləm şəkər tökdü. Məsələn, onun miqdarı M qədərdir. Bilmirəm neçə faizdir, nə bilim bir P1 faiz olsun. Şəkəri doldurdu bunun içinə. Gördü, çox şirindir, boğazını incidir. Nə edəcək gətirib? Neyniyərsə şəkər çox olsa içinə. Su əlavə eləyərsən ki, Su. şirinliyə yazılır. Düzdürmü? Bəli. Deməli, bura su gəldi. Üstəgəl X. Artıq məhlulun miqdarı biraz artdı. Tutalım ki, burada bura qədər doldurmuşdusa, biraz artırdı. Artıq məhlulun faizi dəyişdi. Çünki bunun şirinliyi azaldı axı. İçindəki şəkərin miqdarı dəyişmir ha. Şirinliyi azalacaq sadəcə. 5 qaşıq şəkər at, içərisinə su doldur, biraz qarışdır, şirindir. Qayıt biraz da su doldur. O şəkər 5 qaşıq durub 4 qaşıq eynəsi deyil ki, sən o sudun içinə 5 qaşıq tökmüsən. Suyu nə qədər tökürsən tök, oradakı məhlulda atdığı şəkərin miqdarı dəyişməyəcək. Sadəcə əriyib şirinliyi azala bilər. Aydın oldu mu? İndi baxıram belə. Bunun üstünə şəkəri əlavə elədiniz. Bu şəkər, daha doğrusu suya əlavə elədiniz. Gələcək bu şəkəri nə edəcək? Kəmşirin eləyəcək də, şirinliyini azaldacaq. Deməli, bu su gəldi kimə təsir elədi? Şəkərin kütləsinə, onun şirinliyinə təsir elədi. Onda mən eyni qabın içində olanları bir-birinə vurmalıyım təbii ki. M ilə P1 var idi orada. Bu bərabərdir. Bu əvvəlki miqdarda, hal-hazırda Nərimanın birinci növbədə iş gördüyü buydu. Sonrakı halda neynədir bu? Gətirdi, su əlavə elədi. O su gəldi bu şəkərə təsir elədi və faiz dəyişdi. Alındı yeni bir P faizi. Başa düşdünüz nə demək istədiyimi? Bəli müəllim. İndi məsələn, məsələ izah edirəm buna aid. Nümunə yazıram. Sualların içində var ki, deyir ki, ə, yəni görüm neçə ton deyirdi. 96 ton neçə faiz deyirdi. Bir dənə gözləyin kitaba baxın. Yadımdan çıxdı rəqəmləri. Özümə ədəd yazmaq istəmirəm ki, səhv cavablar alım. Bir də kitabdakını yazdım getsin. Hə, 6 ton 6 ton 96 faizli olsun şəkər məhlulu.
Nə qədər su əlavə etsəm, 80 faizli məhlul alınır. Uşaqlar, indi baxın bura. Deyir ki, belə deyək də, elə bil ki, Nəriman şəkər komasına girəsən. Bir dənə bax bura. Nəriman 6 tonluq şəkər Müəllim, məhlulu. narahatım. Nəriman 6 tonluq şəkər məhlulu düzəldib özünə. 6 ton 96 faizli. Hələ sən şükür ki, mən burada spirtlə danışmıram. Mən səndən spirt demirəm sənə. Görürsənmi? Pis yola çəkmirəm Bəli, hələ. E, çox sağ ol. 6 ton 96 faizli şəkər məhlulu hazırlayıb. Neynir? Buradan şərnisi çox olubdu, görübdü, içə bilmir. Üzərinə su tökür bunun. Suyu əlavə eləyəndən Sıfırdan sonra bunun miqdarı altından. dəyişdi, alındı 80%. İndi qabın içində olanlar həmişə bir-birinə vurur. Mütləqdir bunu vurmaq. Yazmalıyam 9 vurulsun 96. Bu Nərimanın birinci gördüyü işdir. Sonraki addımda nə olacaq? 6 üstə gəlinsin x. 9. Şəkər komasına girməmiş suyu əlavə eləyin də içinə. 6 üstə gəl x 9 vurulsun hardan oldu? 9, 96 durub onun 9'u yandı. Neyse 6. 6 ton 96'dır. Burayı nə oldu? Bəli. Bəli, Bir əlavə elədim. Bu 6 tona təsir elədi. 80% məhlul alındı. Bunu hesablayıb x tapacaqsınız oradan. İndi gəlin belə eləyək də. Burada ixtisar aparacağıq. Bax, bunu bölürəm 12-yə. 12 nə idi? 8-ə bölsəm 10 düşəcək. Əslində 16-ya da bölə bilərəm. Gəlin 16-ya böləyim. 80-i 16-ya bölərəm. Burada qalacaq 5. 96-nı 16-ya bölərəm. Burada qalacaq 6. İndi mötərizəni vurub açıram. 6-nı 6-ya vuranda burada olur 36. Bu 5-i mötərizəyə vururam. 5-i vururam 6-ya 30. Üzərinə gəl. 5-i vururam x-ə olur 5x. Aldıq bir dənə ikinci sinif tənliyi. 5x bərabərdir. 36-dan da 30-un çıxanda qalacaq 6. 6-nı da 5-ə bölə bilərik də hər halda. Düşəcək 1,2. Başa düşdünüz? bəli, müəllim. Bir sual qabaqdayıq. Bəli. Bir də uşaqlar, məhluldan su buxarlandırmaq var. Su buxarlandırmaq nə deməkdir? Gəlin indi onu izah eləyək. Yazıram bura. Su buxarlandırmaq. Çaydanı qaynadanda görürsünüz, orada su buxarlanır, su azalır da. Çoxla qaynasın, su azalacaq onun içindən. Yəni oradan su neyniyir? Çıxır. Aydındır? Su çıxır. Çıxırsa nə etməliyəm mən? Eyni qaydadan suyu geri qaytarmalıyam da. Məsələn, bunun içində M qədər idi, P1% idi. Buradan su uçub gedəcək. Minus X yazıram. Yeni faiz alınacaq. Çünki su azalıraq içində. Artıq buraya yazıram P%. Bu zaman eyni qaydanı təkrarlayacağım. Sadəcə ortaya çıxma yazıram. Elə bil M ilə P1-i vurursunuz. Bu əvvəlki idi. Su buxarlananda artıq orada nə olacaq? M çıxılsın, X alınacaq. Vurulsun P. Başa düşdünüz? Yəni Bəli. buxarlanma sözü görəndə düsturda ortaya çıxma yazacaqsınız. Su əlavə etmək deyəndə ortaya üstəgəl yazacaqsınız. Buna nümunə yazmam da, yəqin yolunu başa düşdünüz. Bəli. Yazdım yaxşı, bir dənə məsələ yazdım. Deyir ki, 300 qram 25%. 300 qram 25 faizli şəkər məhlulundan dəqiqə baxın. PDF eləyəcəm bunu usta. Şəkər məhlulundan neçə qram su buxarlandırmaq lazımdır ki, neçə qram su buxarlandırmaq lazımdır ki, ondan nə soruşur? 25 faizli məhlul alınsın deyir. Yox, 25 nə yazmışım baxın. 30 faizli. 30 faizli məhlul alınsın. Deməli, bu bizim qabımız.
Qabın içində 300 qram var. 25 də faiz var. Su buxarlanırsa, deməli mən burada nə etməliyəm? Oxu çölə qoymalıyam. Çıx x yazmalıyam. Alınır hamısı bir yerdə 30. Onda yazıram ki, 300 vurulsun 25 bərabər. Hər zaman çıxılan qramdan çıxılmalıdır. Faizlə bizim işimiz yoxdur. Yazıram onda burada 300 çıxılsın x. 30 faiz alındığına görə vururam bunu 30-a. Bu 30 ilə 300 ixtisar eləsəm burada 10 qalacaq. Onu vururam 25-ə 250 bərabərdir 300 minus x. Buradan da 300-dən 50-sini çıxsam 250 qalar da. Deməli 50 olacaq. Aydın oldu. Bəli. Bəli. Yaxşı. Bəli. Qaldı sonuncu məhlul məsələmiz. Üçüncü tip. İki məhlulun qarışığı. Müəllimə, burada zaylayaqmı, yoxsa da şəkərdən davam edirsən? Necə rahatdır müəllim? Yəni, ürəyindən hansı keçir? Mənkindən hələ də şəkər. Şəkər, yaxşı. Bu qədər şəkər sənə çox oldu, amma neysə. Öləcək Deməli, bizim. necə? Uzaq başı öləcək, xəstəyə şöyle. Xəstə. Şəkər komasına. Bəli. Yaxşı, gəlin bir Nərimanla bağlı misal izah edeyim sizə. Bu Nəriman, deməli, nə edir? Bunun özünün bir dənə asobu böyük çaşkası var. Onda çay içirəmişə. Bəli. Bir dəfə də buna evdə gətiriblər, balaca çaşkada çay içiriblər. O da beyin çönüb, götürüb ikisini də gətiribdi. Bu yekə vedrə kimi olan çaşkaları var ha. Onun içine doldurub orada içir. Deyək, bu çox içə. İndi baxın bura. Deməli, Nəriman, bunun içine tutalım ki, M1, P1 şəkəri düzəldiblər. Şəkər məhlulu, şirin çay. Bunun da içində M2, P2 düzəldiblər. Bu da deyir, siz bilmirsiniz ki, mən böyük çaşkada içirəm. Götürür də ikisini də bunun içine tökür. Bunları gəlir, toplayır da bunun içine gətirir, tökür. Yəni M1 də bura gəldi, M2 də bura gəldi. Amma demişəm ki, sizə faiz həmişə dəyişir. Faizi çöldən yazıram. P yazıram bura. Aydın oldu. Yəni elə bil ki, məsələn, burada 3 qaşıqlıq şəkər idi, məhlul idi. Burada 4 qaşıqlıq şəkər məhlul idi. Artıq ikisi bura gəldiyinə görə, bir qabda olduğuna görə 6 qaşıqlıq şəkər məhlul olacaq. Başa düşdünüz? Bəli. Onda düstur belə olacaq. Yəni qabları istəki bir-birinə vurmaq lazım. Birinci qabda M1 P1 idi, vurdum. Üstə gəl, ikinci qabda M2 P2 idi, bunu da vurdum. Artıq bunlar üçüncü qaba getdilər. Üçüncü qaba gedəndə o qramlar, litrlər, kiloqramlar toplanmalıdır. Faiz dəyişəcək. Bir dənə P dəyişir. Aydın oldu. İndi gəlin Bəli. bir dənə nümunə yazaq. Nəriman, gələn dəfə məhlulla bağlı sual versin, ağzıma gələn deyəcəm sənə. Bax, xəbərin olsun. Yaxşı müəllim. Yaxşı. Deyir ki, birinci qabda, qısa yazıram, məsələn uzatmıram. Birinci qabda 30 litr 20 faizli məhlulu var, şəkər məhlulu var. İkinci qabda 20 litr 30 faizli şəkər məhlulu var. Soruşur, bunları gətirdilər, bir qaba tökdülər. Neçə faizli şəkər məhlulu alındı? Üçüncü qaba tökürəm bunları. Üçüncü qaba əlavə et. Etdik. Neçə faizli şəkər məhlulu alındı? Deməli, bax, bu birinci qabımızdır. Birinci qabın içində deməli 30 litr var, 20 də faiz var. Üzərinə gəl, ikinci qaba keçdim. İkinci qabın içində 20 litr var və 30 faiz var. Bunlar gəlib üçüncü qaba keçəndə biz bilirik ki, 20 litr birində idi, 30 litr, bax, litrlərlə 50 danışır. litr. Faizlə işim yoxdur. Bəli, bu oldu 50 litr. Düzdürmü? Faiz Buraya yazıram yoxdur. onda faizi x-dir. Yazdıq mı bunu? Bəli. Niyə yeyəcəm indi buradan? Birinci qabın içini vururam. 20-ni vururam 30-a, 600. Üzərinə gəl. Yenə burada 20-ni 30-a vururam. Yenə 600. Bərabərdir. 50-ni vururam x-ə, 50x olacaq. Sol tərəfdə alınacaq 1200. Bərabərdir 50x-ə. X də bərabərdir 24 faiz. Deməli, 24 faizli məhlul alındı.
Başa düşdünüzmü? Bəli, müəllim. Bəli. Bu üsul daha rahatdır elə bir. Qabla yazın, rahat həll eləyəcəksiniz. Qabla. Bəli, qabla yazın, qabın içində rahat həll olunur. Elə bir şirin çay içirsiniz də nə istəyirsiniz? Gül kimi sizə içməli sular verirəm için. Bəli, müəllim. Yaxşı, məhlul məsələsi də getdiyinə görə gedib yata bilərəm mən. Sizə bilmirəm. Mən də getdim, müəllim. Yenə yatmaq. Siz yerə səhər test yazarsınız. PDF atacağım indi Müəllim, sizə. Gününüzü birinci gözəlləşdirmək ilə, məqsədi ilə. birinci ilə, müəllim.